Minlərlə gənc xaricdə təhsil alır, illərini, maddi imkanlarını sərf edirlər. Amma bəziləri vətənə qayıdanda gözlənilməz bir problemlə üzləşirlər. Diplom tanınmır. Bəs bu hansı səbəbdən baş verir? Problem universitetdədir, təhsil formasındadır, yoxsa məlumat çatışmazlığındadır? Bugün təhsil və zamanında biz bəzi xarici diplomlar niyə tanınmır, bunu araşdıracağıq. Elə isə izləyək. Qloballaşan dünyada təhsil almaq üçün xarici ölkələrə üz tutan gənclərin sayı ildən ilə artır. Lakin əldə olunan hər bir xarici diplom avtomatik olaraq tanınmır. Diplomların tanınması müvafiq qaydalar, beynəlxalq standartlar və milli qanunvericilik çərçivəsində həyata keçirilir. İlk öncə vətəndaşımız niyə ali təhsil almaq istəyini ifadə etməlidir. Əgər mərkəzləşdirilmiş imtahanda uğursuz olub və yekunda B variantını dəyərləndirib xarici ölkədə təhsil almaq istəyirlərsə, mən düşünürəm ki, bu o qədər də uğurlu variant deyil. Niyə? Çünki onlar bir çox hallarda ümumi təhsil müəssisəsinin bir növ məzunu olduqlarını sübut edən, təsdiq edən attestat əsasında müvafiq ali təhsil müəssisəsinə müraciət edib hər hansı bir qiymətləndirmə, dəyərləndirmə olmadan hər hansı bir beynəlxalq səviyyədə dil səviyyəsini və eyni zamanda digər xüsusiyyətləri ölçən bir təsdiq edən bir sənəd yoxdursa, yekunda onların təhsil aldığı müəssisənin məhz onlar haqqında verdiyi qərarı dəyərləndirməlidirlər. Və bu mənada düşünürük ki, vətəndaşlarımız bir neçə kontekstdən məsələyə baxa bilərlər. Bir, peşə təhsili üzrə imkanları dəyərləndirə bilərlər. İki, növbəti il üzrə daha yaxşı hazırlaşıb, daha aparıcı, daha fərqli gələcəyi onlara vəd edən universitetlərə gedə bilərlər. Universitet seçimi bir mənalı olaraq həmin universitetin bir növ lisenziyasının və akkreditasiyasının olub-olmaması kontekstindən dəyərləndirilməlidir. Çünki 4 il çəkilən əziyyət hədər gedə bilər. Bu mənada ENIC, NARIC platformasından onlar universitetin lisenziyasının, akkreditasiyasının olub-olmadığını dəyərləndirmə imkanı əldə edə bilərlər. Bu imkan əgər yoxdursa, Təhsil Keyfiyyət Təminatı Agentliyinə müraciət edə bilərlər və biz bu istiqamətdə vətəndaşlarımıza dəstək ola bilərik. Və yekunda ən əsası düşünürəm ki, bu daha faydalıdır. Təhsil müəssisəsinin məhz arzu etdiyimiz ixtisas üzrə hər hansı bir üstünlükləri varmı? Yəni, mən tutaq ki, süni intellekt üzrə təhsil almaq istəyirəm və yaxud da ki, kiber təhlükəsizlik üzrə universitetin bu istiqamətdə hər hansı onu fərqləndirən cəhəti varmı, hər hansı bir üstünlüklər varmı, yoxsa o sadəcə yekunda mənə 4 illik təhsilimi təsdiq edən bir diplom və bir transkript diplomu əlavə təqdim edəcək. Mən düşünürəm ki, bu mənada vətəndaşlarımız daha ayıq-sayıq davranmalıdırlar. Bəs cəmiyyət bu məsələyə necə baxır? İnsanlar xarici diplomların tanınması barədə nə düşünür? Elə bu suallara şəhər sakinlərinə üz tutduq. Elə isə birlikdə izləyək. Ən çox iş yerləri işə götürərkən savadlı kadrlara üstünlük verirlər. Hansı ki, bu da xarici universitetdən çıxmış tələbələr olur. Öz universitetlərimizdən sonrakı pillədə, magistr, rezidentura pilləsində gənclərimiz, elə özüm mən də inşallah xarici universitet təhsil almağı planlaşdırıram. Xarici universitetlərdə iş imkanları daha çox olur, dil üstünlükləri daha çox olur. Bu həm şəxsi, həm də peşəkar fəaliyyətlərimizi artırmağa kömək edir. Karyera və iş axtarmaq, dil üstünlüklərimiz daha çox olur, dilimizi inkişaf edir. Bəs Naxçıvan Dövlət Universitetinin məzunlarının diplomlarının xaricdə tanınması hansı mexanizmlər əsasında həyata keçirilir və bu istiqamətdə hansı addımlar atılır? Diplomlarımız artıq böyük fəxr hissi ilə deyə bilərik ki, dünyanın bir sıra ölkələrində, müxtəlif qitələrdə artıq bizim diplomlarımız tanınır və bunlara misal olaraq Amerikada, Kanadada WES dediyimiz World Education System tərəfindən Naxçıvan Dövlət Universitetinin diplomlarının tanınması prosesi elektron qaydada reallaşdırılır və sistem üzərindən Naxçıvan Dövlət Universitetinin məzunları sistem üzərindən ixtisasına uyğun olaraq həmin WES-ə müraciət edirlər elektron qaydada və daha sonra onların yaradılmış şəxsi kabinetindən məlumatlarının sorğu edilməsi məqsədi ilə Naxçıvan Dövlət Universitetinə müraciət edilir və tərəfimizdən həmin sənədlərin əsli, düzgünlüyü, doğruluğu və rəsmiliyi yenə də təsdiqedici sənədlər vasitəsilə sistemə yüklənir və beləliklə daha sonra TKT-yə verilən sorğular nəticəsində
proses yekunlaşmış olur və diplomların tanınması prosesi tamamlanır. Və WES tərəfindən həm Kanadada, həm də Amerika Birləşmiş Ştatlarında diplomlarımızın tanınması prosesi reallaşdırılır. Digər tərəfdən Avropada da Naxçıvan Dövlət Universitetinin diplomlarının tanınması baxımından bir sıra addımlar atılır. Xüsusilə də tibb fakültəsinin məzunları olan Naxçıvan Dövlət Universitetini bitirən tələbələrin diplomlarının tanınırlığı Avropada xüsusilə də böyük önəm daşıyır. Çünki diplomların tanınması prosesi sadələşən zaman artıq xüsusilə tibb sahəsində həkimlərimizin rezidentura təhsilinə davam etmələri üçün bir növ bir mərhələni artıq aradan götürmüş olur ki, proses asanlaşır. Yəni diplomların Avropada tanınması ilə bu prosesi imtahan vermədən, rəsmi prosedurdan keçmədən diplomun sistem üzərindən tanınılması vasitəsilə tələbələr birbaşa rezidentura təhsilinə müraciət edə bilərlər. 2023-cü ildən daha əvvəlki dövrlərdə də World General Medical Schools Directory siyahısında artıq Naxçıvan Dövlət Universitetinin belə desək, diplomlarının artıq adı var idi və daha sonraki prosesdə artıq 2023-cü ildə deməli General Medical Council tərəfindən siyahısına Naxçıvan Dövlət Universitetinin adı salınmışdı və bu sayədə, yəni bu o deməkdir ki, artıq tibb təhsili almış, tibb məzunu olan Naxçıvan Dövlət Universiteti məzunlarının diplomları artıq Overseas Qualification dediyimiz dərəcə ilə dəyərləndirilir ki, tibb tələbələri bundan sonraki prosesdə 2023-cü ildən etibarən rezidentura sahəsində birbaşa müraciət edə biləcəklər. Böyük Britaniyadakı ali təhsil müəssisələrinə artıq əlavə imtahan verməyə ehtiyac qalmayacaq. Bəzi hallarda ali təhsil müəssisəsinin akkreditasiyadan keçməməsi, təhsil formasının uyğun olmaması, tədris proqramlarının yerli standartlarla üst-üstə düşməməsi və ya sənədlərdə uyğunsuzluqlar diplomun tanınmamasına səbəb ola bilir. Diplomların tanınılmasının həm də digər bir önəmi isə universitetlərin keyfiyyət səviyyəsi ilə ölçülür və bilirik ki, rəsmi şəkildə fəaliyyət göstərən universitetlərlə yanaşı dünya universitetlərinə münasibətdə artıq bir sıra tanınmayan, tam rəsmiləşməmiş universitetlər də təəssüf ki, fəaliyyət göstərir ali təhsil müəssisəsi qismində və məhz xüsusilə də Azərbaycan vətəndaşlarının xaricdə təhsil alarkən bu cür proseslərdə yanılmamaları və keyfiyyətli təhsil alaraq, belə desək, tanınırlığı yüksək olan, rəqabətə davamlı Avropa ali təhsil müəssisələrində təhsil almaları baxımından diplomların tanınması prosesinin böyük önəmi vardır. Çünki bu prosesin bir növ qarşısını almış olur, daha şəffaf və daha belə desək, rəsmi şəkildə fəaliyyət göstərən ali təhsil müəssisələrinin diplomları Azərbaycanda təsdiqlənir. Və bu baxımdan ali təhsil müəssisəsi olaraq Naxçıvan Dövlət Universitetinin həm strategiyasında, həm də beynəlmilləşmə siyasətində daha çox əməkdaşlıqların qurularaq ölkənin hüdudlarından kənarda artıq müxtəlif qitələrdə beynəlxalq reytinqlərdə irəliləyərək məhz Naxçıvan Dövlət Universitetinin təqdim etdiyi diplomların tanınırlığının da artırılması ən böyük hədəf istiqamətlərdən biridir. Kvalifikasiyaların tanınması qaydaları məhz dövlət başçısının imzaladığı sənəd əsasındadır. Bu 23-cü ilin 18 avqust tarixi və 2006 nömrəli fərmanı ilə öz təsbitini tapıb. Qaydalarda çox açıq şəkildə tanınma şərtləri qeyd olunur. Bunlardan biri təhsil müəssisəsinin akkreditasiyasının olmasıdır. Təhsil müəssisəsinin akkreditasiyası dedikdə daha konkret şəkildə fəaliyyət göstərdiyi ölkədə yerli səlahiyyətli qurum tərəfindən lisenziyasının və akkreditasiyasının olmasıdır. Yəni, başqa sözlə, təhsil aldığımız müəssisə məhz bu təhsil xidmətini göstərmək üçün müvafiq səlahiyyətə malikdirmi və ilk məzun olduqdan sonra bu keyfiyyətli məzunu hazırlamaq imkanında iqtidarındadırmı? Təəssüflər olsun ki, bəzi hallarda yerli səlahiyyətli qurum tərəfindən verilən institusional akkreditasiyasının olmadığını görüb,
yekunda imtina qərarı verilir. Bu ilkin şərtlərdən biridir. Bundan əlavə əldə olunan kreditin, yəni təhsilin məzmunu üzrə dərs saatları və ondan irəli gələn kreditin müvafiq təhsil səviyyəsi üzrə əldə olunan kvalifikasiya münasibətdə tamlıq təşkil etməsidir. Birincisi ki, bu bakalavriata münasibətdə 240 saatdır və bəzi hallarda biz bu kreditin qarşılanmadığını görürük və yekunda, yəni ya imtina ilə nəticələnir və yaxud da ki, şərti tanınma halları olur. Və bununla yanaşı, xüsusilə də daha çox bizi narahat edən məqamlardan biri məhz təhsil alma formasına müvafiq olaraq, əyani və qiyabi təhsil alma formasına müvafiq olaraq təhsil alındığı müddət ərzində müvafiq ölkə ərazisində mövcud olmamadır. Bu mövcud olmama təbii ki, müvafiq məzmunun mənimsənilməsi üçün yetərli olmur. Təsəvvür edək ki, əyani təhsil alma forması üzrə təhsil alırıq. Bu müddət 8 aydır və hazırki qaydalara əsasən 4-1-4, yəni bu bəndin tələbi ondan ibarətdir ki, minimum 4 ay əyani təhsil alma formasına münasibətdə həmin ölkədə biz mövcud olmalıyıq, həmin ali təhsil müəssisəsində təhsil almalıyıq. Amma eyni zamanda bununla yanaşı digər bir tələb 4-1-5-ci bəndin tələbidir ki, bu ümumi təhsil alma müddətinin təhsil dövrünün 3/2-sini əhatə etməlidir. Yəni, hər təhsil müddətinin hər ilə münasibətdə yarı yetərli deyil. Bəzən nəyin şahidi oluruq? Məlum olur ki, təhsil alma forması əyanidir, diplomunda əyani yazılıb, amma cəmi 1 ay müddətində həmin ölkədə olur və yaxud da 1 həftə olur və yaxud da ki, 10 gün olur və düşünürük ki, bu mənada diplomu təqdim edən ali təhsil müəssisəsi məsuliyyət daşıyır ki, bu necə mümkün ola bilər. Bu mənada kifayət qədər şərtlər aydın şəkildə təsbit olunub və vətəndaşlarımızı da bir daha bu mənada e-qanunda, yəni açıq resursda yerləşən, xaricdə əldə olunan kvalifikasiya tanınması üzrə qaydalara tanış olmağa çağırırıq ki, necə deyirlər, sonraki peşmançılıq fayda verməz. Məqsədimiz ondan ibarətdir ki, vətəndaşlarımız daha yaxşı, daha layiqli yerlərdə təhsil alsınlar və yekunda əldə etdikləri kağız parçası, diplom, eyni zamanda o səriştə ilə, müvafiq ixtisas üzrə səriştənin verilməsi ilə yekunlaşsın. Xarici diplomların tanınması sadəcə kağız üzərində bir sənəd deyil. Burada universitetin akkreditasiyası, tədris forması, hətta oxunan proqram belə mühüm rol oynayır. Xüsusilə uzaqdan və onlayn təhsil üzrə alınan diplomlar niyə daha çox riskli hesab edilir? Uzaqdan təhsil alma forması deyilən bir təhsil alma forması mövcuddur. Yəni, təbii ki, bəzi ölkələr onun əsas ixrac edən tərəfi kimi çıxış edirlər. Hal-hazırda ölkə qanunvericiliyində, milli qanunvericiliyimizdə belə təhsil alma forması mövcud deyil və bu mənada biz vətəndaşlarımıza bir daha səslənirik ki, uzaqdan eğitim dediyimiz, uzaqdan təhsil alma forması üzrə təhsil Azərbaycan Respublikasında mövcud kvalifikasiyaların dəyərləndirilməsi kontekstində qanunvericilik çərçivəsində tanınmır. Bu mənada məlumatlı olsunlar. Xüsusilə distant və ya qısa müddətli təhsil proqramları üzrə verilən diplomlar diqqətlə araşdırılır. Bu prosesin əsas məqsədi təhsilin keyfiyyətini qorumaq, əmək bazarında şəffaflığı təmin etmək və vətəndaşların hüquqlarını müdafiə etməkdir. Bizdə təhsil haqqında qanunda distant təhsil növü olaraq göstərilir. Amma bu gün hazırda distant təhsil haqqında qanun yoxdur. Bu qanun olmadığı üçün hibrid təhsil, onlayn təhsil, distant təhsil, bu kimi təhsil formaları azlığı faktiki olaraq tanınmır. Həmin universitetin akkreditasiyası olsa belə, nüfuzu yüksək olsa belə, bizdə o təhsil sistemi yoxdur. İndi Azərbaycanda bu təhsil sistemi olmalıdır, olmamalıdır, bu başqa bir mövzudur. Amma faktiki bu gün necədir? O təhsil sistemi yoxdur. Azərbaycanda distant təhsil haqqında qanun yoxdursa, o diplomların tanınması əlbəttə problem göstərəcək. Və yaxud da ki, Şimali Kiprdə belə bir təhsil sistemi var. Bütünləşmiş, birləşmiş doktorantura, yəni təsəvvür edin, bakalavr və doktoranturanı 4 ildə oxur və bu ikisi bir yerdədir. Axı, belə bir təhsil sistemi Azərbaycanda yoxdur. Azərbaycanda elə tək bakalavr 4 ildir və hətta həmin təhsil sistemi qiyabi deməyi distant formada oxuyurlar.
Yəni o formlar bizdə olmadığı üçün həmin diplomlar nostrifikasiya edilmir. Yəni bu haqlı bir məsələdir. Müəyyən meyarlar var. Hər diplom tələblərə cavab vermir. Bəs hansı hallarda diplom tanınır, hansı hallarda isə yox? Zaman-zaman xaricdə təhsil məsələləri gündəmə gəlir, ən çox da problemli diplomlarla bağlı. Azərbaycanın mövcud qanunvericilik sistemi var və o qanunvericilik sisteminə uyğun olaraq xaricdə təhsil almış tələbələrin diplomun tanınmasını həyata keçirilir. Diplom tanınmaqda problemlər harada yaşanır? Daha çox akkreditasiya məsələlərində tələbə universiteti bitirir və biz görürük ki, həmin universitetin Azərbaycanda mövcud akkreditasiyası yoxdur. Və yaxud da kredit sayı məsələsi. Məsələn, bəzi ölkələr var ki, biz görürük ki, bakalavr 2 ilə bitirmək mümkün olur və yaxud da magistr 6 ay bitirmək olur. Amma bu Azərbaycanın təhsil sistemi ilə uyğunluq təşkil eləmir. Düzdür, zaman-zaman deyilir ki, Azərbaycanda da təhsil müddəti 4 ildən 3 ilə endirilsin bakalavrda, magistrda 2 ildən 1 ilə endirilsin. Məsələn, bu yaxınlarda qonşu Gürcüstanda ali təhsil haqqında qanun qəbul olundu və bu məsələ öz həllini tapdı. Amma bu məsələdə biz gecikmirik, bu başqa məsələdir. Mövcud qanunvericilik bunun əleyhinədir. Yəni, hazırda bizə təhsil müddəti 4 ildir, müəyyən kredit sayı var və bu nöqteyi nəzərdən də xaricdə təhsil alan tələbələr bu məsələni nəzərə almalı ki, kredit sayı uyğun gəlməlidir. Və yaxud da elə universitetlər var ki, orada sadəcə diplom fəaliyyətidir, diplom istehsalı məşğuldur. Tələbə getmədən və yaxud da ki, biz görürük ki, qeyri-legal yolla diplomlar əldə edirlər. Dövlət bu diplomlara haqlı olaraq tanınır. Və tələbə gedir, xüsusən də xarici təhsil şirkətləri var ki, onların yalançı vədlərinə aldanır. Siz fikir verin, xarici təhsil şirkətlərinin 99%, hətta deyərdim hamısı müqavilədə o bəndi göstərmir ki, mən sənin diplomunu tanıdacam. Çünki onlar da bilirlər ki, o diplomlar tanınmır və elə bir məsuliyyətin altına qalmırlar və o məsuliyyətdən o deyir ki, mən ən çox nəyə zəmanət verir? Tələbə qəbuluna, ondan sonraki prosesi onlar həyata keçirmir və bütün bunlar nə başlayır? Qalır tələbənin üzərində. Hətta deyərdim ki, tələbə özü də anlayır ki, o diplomu tanınmayacaq. Sonra bir diplom əlir, bir kağız parçası alır əlinə, dövlətə yaxınlaşır, dövlətdən sanki tələb edir ki, mənim diplomumu tanı. Axı, necə ola bilər? Burada Azərbaycanda təhsil standartları tam fərqli, burada keyfiyyət məsələsi var, sən daha keyfiyyətli təhsil alırsan, qanundan kənar təhsil alırsan və qanuna uyğun gəlməyən təhsil alırsan və sonra onun tanınmağını tələb edirsən. Yəni, ümumiyyətlə, Azərbaycan dövləti diplomu tanıyırsa, o qanunverici əsasında diplomu tanıyır. Qanunverici dediyimiz nədir? Burada universitetin akkreditasiyası önəmlidir. Burada təhsil müddəti önəmlidir, kredit sayı önəmlidir, əyani qiyabi form önəmlidir, digər formlar bizdə tanınmır və ən əsas məsələ universitetin belə deyil, nüfuz dairəsi olmalıdır, keyfiyyətli təhsil verməlidir, diplom fabriki olmamalıdır. Bu kimi tələblər dediyimiz kimi özünü doğrultmayanda xarici diplomlar haqlı olaraq Azərbaycanda, Azərbaycan dövlət tərəfindən tanınmır. Beynəlxalq təcrübədə tibb, hüquq, mühəndislik və sair kimi yüksək məsuliyyət tələb edən akademik ixtisaslar üzrə diplomlar kvalifikasiya dəyərləndirmə əsasında tanınır. Kvalifikasiyanın dəyərləndirilməsi çərçivəsində məsələyə baxmış olsaq, müəllimlik, mühəndislik və hüquqşünaslıq üzrə kvalifikasiya əldə edən müraciətçilər eyni zamanda müvafiq imtahanda iştirak edirlər. Belə ki, hal-hazırda tanınma akademik və peşə tanınması olmaqla iki hissəyə bölünür və akademik tanınma təhsildə keyfiyyət təminat agentliyi tərəfindən aparıldıqdan sonra qeyd etdiyim 3 ixtisas üzrə Dövlət İmtahan Mərkəzinə sifariş göndərilir və Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahan ilə yekunda bu peşə tanınması dəyərləndirilir. 30 sualdan ibarət bir dəyərləndirmədir. Tibb və səhiyyə ixtisasları üzrə isə Səhiyyə Naziri tərəfindən hal-hazırda bu dəyərləndirmə həyata keçirilir. Və bu mənada Dövlət İmtahan Mərkəzinin yekun nəticələrinə baxmış olsaq, hüquq, tibb, daha doğrusu hüquq, mühəndislik və müəllimlik üzrə mənzərə kifayət qədər arzu olunmazdır. Belə ki, əlində hüquq diplomu olan və akademik tanınma şərtlərinə cavab verən vətəndaşlarımızın imtahan nəticələri təqribən bəzi ixtisaslar üzrə qeyd etdiyim kimi hüquq üzrə götürsək, bəzi hallarda 50% uğursuzluq, bəzi hallarda 80%, hətta 90%-ə qədər uğursuzluq ilə nəticələnir. Yəni, başqa sözlə 30 sualdan 15 suala cavab vermək
iqtidarında olmadıqlarını göstərirlər. Bu doğrudan da məyus edicidir, çünki yekunda əldə olunan kvalifikasiya əgər ali təhsil müəssisəsindən verilən hüquq diplomudursa, həmin hüquq diplomu üzrə performans, fəaliyyət ortaya qoyulmalıdır. Bəs hansı ölkədən alınan diplomlar daha çox problem yaradır? Çox təəssüflər olsun ki, Gürcüstandan daxil olan kvalifikasiyaların təqribən 45-50% imtina ilə nəticələnir. Burada da daha çox pay özəl ali təhsil müəssisələrinin payına düşür. Çox təəssüflər olsun ki, Ukraynanın 6 universitet filialı Gürcüstanda fəaliyyət göstərir. Onların hər hansı bir lisenziyası, akkreditasiyası yoxdur. Çox təəssüflər olsun ki, vətəndaşlarımız bəzi hallarda həmin təhsil müəssisəsindən kvalifikasiyanı təqdim edirlər ki, bu da birbaşa imtina ilə nəticələnir. İstər Ukraynada, istər Rusiyada da biz aşağı-yuxarı eyni çağırışları görmüş oluruq. Belə ki, Ukrayna və Rusiyadan da daxil olan kvalifikasiyaların təqribən 30-35% imtina ilə nəticələnir. Sözsüz ki, burada ali təhsil müəssisəsi üzərindən də biz dəyərləndirmiş olsaq, bəzi ali təhsil müəssisəsindən daxil olan kvalifikasiyaların 90%, bəzən 80%, hətta 95% imtina ilə nəticələnir, amma ortalama ölkə üzrə son 5 ilə müvafiq dəyərləndirməni aparmış olsaq, ortalama 30-40%, bəzən 50%-ə qədər qalxmış olur. Günümüzdə xaricdə təhsil almaq gənclər üçün geniş imkanlar açsa da, diplomların tanınması məsələsi xüsusi diqqət və məsuliyyət tələb edir. Təhsil müəssisəsinin akkreditasiyası, tədris forması, ixtisas uyğunluğu və normativ tələblər bu prosesdə əsas rol oynayır. Xaricdə təhsil böyük bir fürsətdir, amma düzgün məlumat almadıqda böyük bir riskə də çevrilə bilər. Diplomun tanınması yalnız ölkə adı ilə deyil, universitetin statusu və təhsil forması ilə müəyyən olunur. Məlumatlı seçim gələcək peşə yolunun ən vacib addımlarından biridir. Belə, dəyərli izləyicilərimiz, təhsil və zaman verilişinin sonuna gəlib çatdıq. Sağ olun, salamat qalın.